Merhaba, hoş gördük sizləri. Bugünkü mövzumuz qlobal ekoloji problemlər haqqında olacaq. İnsan cəmiyyətinin durmadan inkişafı, sayının artması, sənayenin və kənd təsərrüfatının intensiv inkişafı daimi təbiətə güclü şəkildə təsir göstərir. Və bu təsirlər də artıq təbiətə mənfi təsir yaradır və insanlara da təsir edir. Nəticədə ekoloji problemlər yaranır. Qlobal ekoloji problemlər bütün dünyanı narahat edən problemlərdir. Bunlara hava təbəqəsinin çirklənməsi, torpağın çirklənməsi, canlıların azalması, su hövzələrinin çirklənməsi, həmçinin hava təbəqəsində ozon təbəqəsinin seyrilməsi və iqlim dəyişmələri əsas qlobal ekoloji problemlərimizdir. Ekoloji problemlər əhatə etdiyi əraziyə görə üç qrupa bölünür. Qlobal, regional və lokal ekoloji problemlər. Qlobal ekoloji problemlərlə mübarizə aparmaq çətindir. Yəni bütün dünya ölkələri birgə səy göstərməlidirlər ki, bu problemi həll edə bilsinlər. Bir ölkənin hərəkəti ilə bu problem həll ola bilməz. Bunlara hansılar aiddir? Avropada turşulu yağışlar qlobal problemə nümunədir. İstixana effekti karbon qazının artması nəticəsində, ozon dəliyi, freon qazının artması nəticəsində, azot qazının artması nəticəsində yaranan atmosferdə baş verən mənfi proseslərdir. Atmosfer, litosfer, hidrosferin çirklənməsi də qlobal problemlərdir. Çirkəb sularının, kanalizasiya sularının su hövzələrinə axıdılması, sənaye müəssisələrindən atmosferə atılan qazlar, atmosferin qaz tərkibinin dəyişməsinə səbəb olur. Turşulu yağışlar nəticəsində bir çox memarlıq abidələri aşınmaya məruz qalır. Bunlar qlobal ekoloji problemlərin təsirlərindəndir. Regional ekoloji problemlərdir. Bu ekoloji problemin həlli bir neçə dövlət vasitəsilə və yaxud da hər hansı bir dövlətin regionlarının bir-birlərinin əlaqəsi nəticəsində bu problemi həll edə bilərlər. Yəni tək yox, yenə də problem regionaldır. Yəni bir qism hissəyə təsir göstərir. Ya bir neçə dövlətdə və yaxud da dövlətin ərazisində bir neçə əraziyə təsir göstərir ki, bunlar da regional ekoloji problemlər adlanır. Regional ekoloji problemlərə nümunə kimi Abşeronu göstərə bilərik. Abşeronun neftlə çirklənmiş torpaqlarını, Abşeronun hər tərəfi neftlə çirklənib və ətraf mühitə mənfi təsir göstərir. Buna görə rekultivasiya tədbirləri görülməlidir regionda. Lokal ekoloji problemlərdir. Lokal ekoloji problem daha kiçik ərazini əhatə edir. Misal üçün, dağ mədən sənayesinin çirkləndirdiyi landşaftlar tam daş keçəndə dəmir fezi çıxararkən torpağı çirkləndirir, həmin ərazinin torpağı. Bu olur lokal ekoloji problem, daş keçənin çirklənməsidir. Sənəyə tullantılarla çirklənmiş su hövzələri torpaq örtüyünü göstərmək olar. Bu problemlərin həlli rekultivasiya və pozulmuş landşaftların bərpası ilə baş verir. Rekultivasiya tədbirləri pozulmuş landşaftların bərpa edilməsi deməkdir elə. Lokal problemlərə nümunə kimi Böyük Şor gölünü göstərə bilərik. Böyük Şor gölü çox çirklənmişdir. Dünyanın ən çirklənmiş sözlərdən biri hesab olunurdu Abşeronda. Və Abşeron ekoloji vəziyyətinə mənfi təsir göstərirdi. 2015-ci ildə isə artıq gölün ətrafının təmizlənməsi işləri başladı. Nəticədə gölün ətrafında bulvar saldılar, park saldılar, Olimpiya stadionu saldılar ki, birinci Avropa oyunları burada keçirilmişdi. Həmin ərazi təmizləndi. Daha sonra ekoloji böhran anlayışı nədir? Ekoloji böhran ətraf mühitdə nəzər çarpacaq dərəcədə dəyişikliklər baş verəndə bunlar adlanır ekoloji böhran. Yəni canlı orqanizmlər də təhlükə altında qalır onların inkişafı. Ekoloji böhrana görə ətraf mühitin ekoloji vəziyyəti 5 qrupa ayırmaq olar. Təbii vəziyyət, müvazinət vəziyyəti, böhran vəziyyəti, faciəli vəziyyət və kollaps vəziyyəti. Kollaps vəziyyəti. Təbii vəziyyət nədir? Təbii vəziyyətdə insan fəaliyyətinin olmadığı və yaxud da çox az olduğu yerlərdir. Yəni təbiət özü təbii komplekslər olduğu kimi qalıb, demək olar ki, dəyişməyib. Bunlar ekstremal ərazilərdir, yəni insan əli çatmayan. Yüksək dağlardır, arktik və tropik səhralı zonalardır, ekvatorial cəngəlliklərdir. Bu kimi ərazilər insanlar az yaşadığına və yaxud da yaşamadığına görə təbiət özünü qoruyub saxlayıb. Müvazinət vəziyyətində insan fəaliyyətinin təsiri olsa da təbiət özünü bərpa edə bilir. Yəni təbiətin, təbii komplekslərin mövcudluğu hələ tam qorunub. Cüzi dəyişikliklərə məruz qalıb müvazinət vəziyyətində. Müvazinət vəziyyəti mülayim qurşağın eni yarpaqlı meşələri, rütubətli ekvatorial meşələri ilə savannanın sərhəddir. Rütubətli ekvatorial meşələr təbii vəziyyətə aiddir. Ekvatorial meşələrlə savannanın sərhəddində olan zona müvazinət vəziyyətidir. Savannanın özü isə olacaq böhran vəziyyətində. Böhran vəziyyətindədir. İnsan fəaliyyətinin təsiri artıq böyükdür. Təbiət özünü, təbiətdə dəyişiklik dərəcəsi yüksək olur, lakin ilkin təbii komplekslərin mövcudluğu az da olsa hiss olunur. Böhran vəziyyətində insanlar daha çox mənimsədiyi landşaftlar çöl, meşə çöl, savanna və seyrək meşələr landşaftlara aiddir. Faciəli vəziyyət.
Mühitin əvvəlki vəziyyətinin bərpa olunması üçün uzun illər tələb olunur. Yəni artıq qeyri-mümkün bir mühiti göstərir ki, bu mühit bərpa olunması çətin məsələdir. Ola uzun illər vaxt lazımdır ki, bu bərpa olsun. Misal üçün iri şəhərlərin kənarlarında faydalı qazıntıların çıxarıldığı ərazilər faciəli vəziyyətə nümunə ola bilər. Kollaps vəziyyəti bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Yəni orada artıq inkişaf mümkün deyil. Kollaps vəziyyətinə malik olan ərazilərdə insanların yaşaması da təhlükəlidir. Misal üçün Çernobılda atom elektrik stansiyasında baş verən qəza nəticəsində orada bitki və heyvanat aləmi, həmçinin canlı aləmdə şüalanmanın təsirinə məruz qalmışdı. Ona görə də oranın torpaqları kollaps vəziyyətidir və canlı aləm inkişaf eləyə bilməz. Deməli, nə dedik? 5 vəziyyət oldu. Ekvatorial cəngəllər, səhralar və yüksək dağlar, ekstremal ərazilər təbii vəziyyət, müvazinət vəziyyətində iynəyarpaqlı meşələr, ekvatorial meşələrlə savannanın sərhəddi, böhran vəziyyətində savanna və seyrək meşələr, çöl və meşə çöl, faciəli vəziyyət, faydalı qazıntılar, kollaps vəziyyəti isə artıq əlverişsiz mühitdir. Çernobılı göstərə bilərik. Ətraf mühitin qorunması üçün tədbirlər üç istiqamətdə həyata keçirilir. Birinci istiqamət zəhərli kimya maddələrin istehsalının azaldılması, təmizləyici qurğuların tikilməsi, şora və çiklənmiş torpaqların bərpası, mineral gübrələrdən və zəhərli maddələrdən düzgün istifadə etmək və sair kimi tədbirlərə aiddir. İkinci istiqamət az tullantılı və yaxud da tullantısız texnologiyaların yaradılması istiqamətidir. Üçüncü istiqamət isə çirkli sənaye sahələrinin, ümumiyyətlə sənaye müəssisələrinin optimal şəkildə yerləşdirilməsidir ki, bu da ətraf mühitə daha təsirini daha da azaldır. Misal üçün, ən çirkli sahələr kimya, neft kimya, metallurgiya, selüloz kağız sənayesi, istilik energetikası, tikinti materialları sənayesidir ki, onlar optimal şəkildə yerləşdirilərsə, ətraf mühitdə insan sağlamlığına daha az zərər verir. Birinci ümumi tədbirlərdir, ikinci sırf az tullantı və tullantısız texnologiyaların yaradılmasıdır. Üçüncü isə tullantıların müəssisələri optimal şəkildə yerləşdirməkdir. Tullantıların utilizasiyası deyəndə tullantıların yəni yenidən bərpa olunmasıdır. Hər hansı bir tullantıdan yenidən bir nəsə istehsal etmək olur. Buna tullantıların utilizasiyası deyilir. Tullantılardan istifadə, onların qablaşdırılması və idarə olunmasını öyrənən elm adlanır harbologiya elmi. Harbologiya elmi. Tullantıları dörd istiqamətdə utilizasiya eləmək olar. Bastırılma, yandırılma, təkrar emal və kompost. Bastırılma ən ucuz üsuldur. Tullantıları torpağa qazırlar, torpağın altına bastırırlar. Lakin bu metodla heç də bütün ölkələr razılaşmır, çünki torpaqların çirklənməsi əkli yararlı torpaqların məhv olması deməkdir. Bastırılmış sudan ən çox istifadə edən ölkələr Bolqarıstandır, Macaristandır. Yandırılma üsulu əsasən küləkli günlərin sayının az olduğu ölkələrdə, mülayim iqlimə malik ölkələrdə tətbiq edilir. Çünki yağın yayılması deyə zibili zavodlara daşıyırlar və zavodlarda yandırırlar. Ondan həm elektrik enerjisi almaq olur, həm də istilik enerjisi almaq olur. Lakin zibildən ayrılan qazlar, yandırarkən ayrılan qazlar atmosferə zərər verir. Turşulu yağışların yağmasına səbəb olur ki, və ozon təbəqəsi deşilməsinə səbəb olur. Ona görə bu üsulla da çox ölkə razı deyil. İsveç kimi ölkə tullantılara əsasən yandırılmasından istifadə edir. Təkrar emal. Tullantıların utilizasiyasında ən əlverişli metod budur. Ən ucuzu bu oldu. Ən əlverişli metod isə təkrar emaldır. İnkişaf etmiş ölkələrin əksəriyyətində təkrar emal həyata keçirilir. Çünki texnika və texnologiya lazımdır buna görə. Əsasən Qərbi Avropa ölkələridir. Bu sahə üzrə daha yaxşı ixtisaslaşıb. Almaniya, Belçika təkrar emalda xüsusi seçilirlər. Yaponiyada həmçinin. Onlar təkrar emalı həyata keçirmək üçün artıq ekoloji mədəniyyəti ölkə ərazisində formalaşdırıblar. Kompost nədir? Kompost qida qalıqlarından əsasən istifadə olunur. Digər tullantılardan yox. Qida qalıqlarının ambara, poligonlara bastırırlar, orada yandırırlar və təbii çürümə nəticəsində gübrəyə çevrilir. Lakin bu üçün uzun vaxt lazımdır. 6 ay ərzində baş verir bu proses və ondan yaranan minerallar azot, fosfor, kalium zəngin kompost əkin sahələrindən sonra verilir. Niderland əkinçilikdə seçildiyi kimi kompost sahəsində Niderlandda yaxşı inkişaf eləyib. Yəni tullantıların kompost üsulu ilə utilizasiyası. Daha sonra
Üzüm maddələrin anaerob qızdırılması metodu ilə bioqazın istehsal edilməsi Böyük Britaniyada, Almaniyada, Fransada da daha geniş tətbiq olunur. Yəni bu şəkildə tullantıların qasalına salınması. Böyük Britaniya, Almaniya, Fransa, Niderland. Prosto bunlar anaerob qızqırtma yolu ilə eləyirlər. Bunlar da tullantıların tüzəsiz formalarıdır. Daha sonra tullantılar məhv olma müddətinə görə də müxtəlifdir. Məsəl üçün, ən tez məhv olan qida tullantılarıdır 1 ay ərzində. Kağız tullantıları 2 ilə, taxta parça, konserv qutuları 10 ilə, kərpic qırıntıları, beton parçaları, avtomobil akkumulyatorları, elektrik batareyaları, rezin təkərlər, plastik qablar 100 ilədək müddətdə, polietilen torba 200 ilədək, alüminium qablar 500 ilədək. Şüşə isə 1000 il ərzində məhv ola bilər. Yəni bir şüşənin məhv olma müddəti bu qədər vaxt sərf eləyir. Buna görə də biz bu tullantıları təbiətə olduğu şəkildə atmaqdansa, onları təkrar etmək daha üstün və xam mala qəniyyət etmiş olarıq. Daha sonra gəldik növbəti. ə, Deməli, ekoloji siyasət. Ekoloji siyasət nədir? Ekoloji siyasət odur ki, insanlar ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün tədbirlər görürlər. Bu tədbirlər hansı istiqamətdə ola bilər? Ekoloji siyasətin 5 istiqaməti var. Siyasi, iqtisadi, qanunverici, maarifləndirici və təbliğat və inzibati nəzarət istiqamətində ola bilər. Siyasi tədbirlər ölkələr, hökumətlərin siyasi və ictimai təşkilatların fəaliyyəti sırf ekoloji üzrə siyasi və ictimai təşkilatlar göstərə bilər. İqtisadi istiqamət kimi müəssisəyə ödəmə vergi sistemlərinin tətbiq olunması, təbiətdən səmərəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi, yəni az tullantılı və tullantısı texnologiyalardan istifadə edilən müəssisələr vergilərdə güzəştlər olunması, qanunverici qanunlar qəbul etməklə cəmiyyət istehsalı və təbiət arasındakı münasibətlərin tənzimlənməsinə yönəldilmiş qanunların qəbulu. Tutalım, biz meşə yandırsaq nə qədər cərimə olunar, ağacı qırsaq nə qədər cərimə olunar, zibili yerə atsaq nə qədər cərimə olunar. Bunlar qanunverici istiqamətdir. İnzibati nəzarət isə həmin qanunlara əməl olunmasına nəzarət edir. Ekoloji monitorinq aparır, yoxlayır ki, ətrafda bu qanunlara həyata keçirirlərmi müəssisələr. Maarifləndirici və təbliğat istiqamətli tədbirlər isə əhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətin formalaşmasına kömək edir. Ekoloji təşkilatlarımızda Greenpeace və Təmiz Şəhər Assiyasını göstərə bilərik. Greenpeace təşkilatı müstəqil ekoloji təşkilatdır. 47 ölkədə şöbəsi var. Köylülük prinsipi əsasında əsas fəaliyyət göstərir. Greenpeace-in əsas işləri ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə aparmaq, qlobal iqlim dəyişikliyi, meşə sahələrinin azalması, balıq ovu, sənayenin hədsiz balıq ovu sənayesinin hədsiz artması, kommersiya xarakterli balina ovu, gen mühəndisliğinin inkişafı, radiasiya təhlükəsi, qütb regionlarının təbiətin qorunması məqsədi ilə qlobal ekoloji problemlərin həll edilməsinə qarşı tədbirlər görür. Bundan başqa BMT-nin nəzdində olan təşkilatımız var idi. Hansı təşkilat idi? UNEP təşkilatı. Ətraf mühitin mühafizəsi, xüsusilə faydalı qazıntılarla ətraf mühitin çirklənməsinin qarşısını alır. Sonra Azərbaycanda Təmiz Şəhər ASC var ki, bu da hökumət təşkilatımızdır, ictimai təşkilatdır. Abşeron göllərinin ekoloji bərpası, təmiz Binəqədi, Balaxanı Sənaye Parkı kimi layihələr həyata keçirib və ətraf mühitin təmizlənməsində xüsusi rolu olmuşdur. Daha sonra ekoloji monitorinq nə idi? Ekoloji monitorinq ətraf mühitin arası kəsilmədən müşahidə aparılması deməkdir. Müşahidələr laboratoriyalarda aparılır. Laboratoriyalarda 3 səviyyədə var: stasionar laboratoriya, mobil laboratoriya və mini laboratoriyalar. Stasionar laboratoriyalar gün boyu, yəni daşına bilməyən laboratoriyadır. Bir yerdə tikilir, həmin yerdə müşahidə aparılır. Əsasən atmosfer havasının müşahidəsini aparmaq üçün məsləhətlidir. Mobil laboratoriyalar avtomobillərdə olur. Avtomobillər laboratoriya lazım olan avadanlıqlarla təchiz olunur. Əsasən sudan, torpaqdan nümunə götürülür, gətirilib mobil laboratoriyada araşdırma aparılır və stasionar laboratoriyaya nəticələri göndərilir. Mini laboratoriyalar isə daşına bilən, bu ikisi daşına biləndir, stasionar daşına bilməyəndir. Mini laboratoriyalar isə çantalar şəklində olur. Çanta şəklində olur. Çantanın içərisinə lazım olan sudan və suxurdan nümunə götürmək üçün lazım olan avadanlıqlar qoyulur. Əsasən torpağın və suyun çirklənməsini müəyyən etmək üçün istifadə olunur. Bu da qlobal ekoloji problemlərin birinci hissəsi.